Şagirdlərə sinif otağında yox, döyüş meydanında dərs keçən Elgün Əzizov 1990-cı il yanvarın 8-də Şamaxı rayonunun Qurtəpə kəndində anadan olub. O 1996-cı ildə Qorxmaz Baxşıyev adına Bakı şəhər 179 sayılı tam orta məktəbin 1-ci sinifinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub. Elgün Əzizov institutu bitirdikdən sonra 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən en saylı hərbi hissəsində leytenant hərbi rütbəsi altında xidmətə başlayan Elgün Əzizov, Vətən müharibəsinə qədər baş leytenant hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən en saylı hərbi hissəsində xidmətini davam etdirib. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Elgün Əzizov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elgün Əzizov oktyabrın 6-sında Füzuli döyüşləri zamanı şəhid olub. O, təntənəli mərasimlə Müşfiqabad qəsəbəsində torpağa tapşırılıb. Ailəli idi, 3 övladı yadigar qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Elgün Əzizov ölümündən sonra vətən uğrunda, igidliyə görə, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.